Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün paxlava reseptini bölüşürəm. Əvvəl şərbəti hazırlayırıq. Bunun üçün bizə 2 stakan şəkər, 1 stakan su və yarım limon şirəsi lazımdır. Qeyd edim ki, stakan ölçüsü 200 ml-dir. Şərbəti ocağın üzərinə qoyub şəkər əriyənə qədər qarışdırırıq. Hazır olmağa 2-3 dəqiqə qalmış 2 xörək qaşığı limon şirəsi əlavə edib qarışdırırıq. Limon şirəsi şərbət xarlamasın deyə əlavə olunur. İçlik üçün 800 qram qoz ləpəsini blenderdan keçirtdim. Əgər siz də blenderdan istifadə edəcəksinizsə, o zaman çox qarışdırmaq olmaz, çünki qozun yağı çıxır. Qoz ləpəsinə 700 qram şəkər və 1 çay qaşığı hil əlavə edib yaxşı qarışdırırıq. Qatların arası üçün 400 qram kərə yağını əridirik. Bir kiloqram unu ələkdən keçirdirik. Başqa bir qabda 200 qram xamanın üzərinə 3 yumurta sarısı əlavə edib qarışdırırıq. Yarım çay qaşığı quru mayanın üzərinə ilıq süd əlavə edib qarışdırırıq. Una 250 qram otaq temperaturunda yumşalmış kərə yağı, qarışımları və duz əlavə edirik. Və 300 ml ilıq südü hissə-hissə əlavə edib xəmiri yoğururuq. Üzərini örtüb 15-20 dəqiqə gözlədirik. Xəmir 1830 qram alındı. Xəmiri 14 hissəyə böldüm. Bunlardan ikisi alt və üst qatlar üçün olan kündələr 250 qram, ara qatlar üçün olan kündələr isə 106 ilə 110 qram arası oldu. Üzərini örtürük ki, xəmir qurumasın. İstifadə etdiyim sini 1 kiloqram un üçün nəzərdə tutulub, ölçüləri isə eni 35 sm, uzunluğu isə 45 sm-dir. Yağlayan zaman yağı çox götürürük ki, sonra yapışma olmasın. Əvvəlcə alt qat üçün nəzərdə tutduğumuz kündəni yayırıq. Artıq xəmirləri kəsib kənarda çatmayan yerlərə yapışdıra bilərik. Qeyd edim ki, birinci qatı ancaq yağlayırıq, içlik əlavə etmirik. İkinci qatdan başlayaraq isə həm yağlayırıq, həm də içlik əlavə edirik. Ara qatları bacardığımız qədər nazik yayırıq.
Qatların üzərini əlimizlə və ya səthi düz olan bir əşya ilə presləyirik. Üst qatdan əvvəlki qatı da ancaq yağlayırıq, içlik əlavə etmirik. Siz də əgər daha bərabər, səliqəli şəkildə romblar əldə etmək istəyirsinizsə, xəttkeşdən istifadə edə bilərsiniz. İki yumurta sarısına 1 çay qaşığı duru yağ əlavə edib qarışdırırıq və xəmirin üzərinə çəkirik. Ləpələri yerləşdirərkən üzərindən çox az basmaq lazımdır. 160 dərəcəli sobada 15 dəqiqə bişirdikdən sonra çıxardıb bıçaqla kəsdiyimiz yerlərin üstündən bir dəfədə gedirik. Onu da qeyd edim ki, əvvəlcə 160 dərəcəli sobada alt rejimdə bişiririk. Qatların arası üçün əritdiyimiz yağın artıq qalan hissəsini üzərinə gəzdirib sobaya veririk. Hazır olmağa 10-15 dəqiqə qalmış həm alt, həm də üst rejimdə bişiririk. Mənim sobamda 1 saat 15 dəqiqəyə bişdi. Sobadan çıxartdıqdan 4-5 dəqiqə sonra isti paxlavaya soyuq şərbəti əlavə edirik. Paxlavaları çox soyumamış çıxartdıqda asan çıxır. Əgər tam soyuyubsa, biraz qızdırıb sonra çıxarda bilərsiniz. Videonun sonuna gəldik dostlar. Hər bir Azərbaycan ailəsinə süfrələrinin bol bərəkətli olmağını arzulayıram.